Salam, hörmətli abituriyentlər. Bugün biz Azərbaycan Ərəb ağalığı dövründə mövzusunu keçəcəyik. Əvvəlcə Mehranilərlə başlayacağıq. Cavanşirdə qalmışdıq. Atasından biraz danışaq. O dövrki hadisələrdən danışaq. Gördüyünüz kimi 624-628-ci illərdə Albaniya, Sasani və Bizans müharibələrinin döyüş meydanına çevrilir. Bu dövrdə Albaniya Sasani mərzbanları tərəfindən idarə olunurdu. Hələ ki, Mehranilər gəlməyib hakimiyyətə, 630-dan götürürük onların hakimiyyətə gəlişini. Girdiman hakimi olan Varaz Qriqor isə özünü Bizans imperatoru İraklinin vassalı elan etmişdi. İraklidir, gördüyünüz kimi. 629-cu ildə Bizansla sülh müqaviləsi imzalanır və Albaniya Sasanilərinin təsiri altında qalır. Daha artıq Varaz Qriqor özünü Bizans imperatorunun vassalı elan edə bilməzdi. Çünki Bizans özü Albaniyadan üz döndərdi. Onu Sasanilərin təsir dairəsində qalması ilə razılaşdı. 629-630-cu illərdə isə Xəzər türkləri Albaniyanı işğal etsələr də, daxili qarşıdurmalar səbəbindən buranı əllərində saxlaya bilmədilər və geri qayıtdılar. Albaniya taxt tacı isə Varaz Qriqorun əlinə keçdi. Varaz Qriqor Alban hökmdarı olur. 630-cu ildən 642-ci ilə qədər ərəblərin Sasanilər üzərinə hücumu zamanı oğlu Cavanşiri Sasanilərin köməyinə göndərir. Kadisiya 636-cı ildə, həmçinin 637-ci ildə Ktesifon döyüşlərində oğlu Cavanşir qəhrəmanlıq göstərir və 3-cü Yezdəgir tərəfindən, Sasani hökmdarı 3-cü Yezdəgir tərəfindən mükafatlandırılır. Lakin sonra Cavanşir görür ki, ərəblərə qarşı mübarizə mənasızdır, öz ölkəsinə qayıtmaq məcburiyyətində qalır atasının yanına. Və 642-ci ildən Alban hökmdarı olur. 651-ci ildə ərəblər Sasanilər dövlətini süquta uğradırlar. Cavanşir artıq Sasanilərdən ümidi üzülmüş bir şəkildə 654-cü ildə 2-ci Konstantinlə görüşür, Bizans imperatoru. Baxın, fikir verirsiniz, atası da vaxtı ikən Girdiman hakimi olanda özünü Bizansın vassalı elan etmişdi. Oğlu da bax Sasani süqut elədi, ilk gedəcəyi yer Bizansdır. Niyə? Bunları birləşdirən şey xristianlıqdır. Və Konstantinlə görüşdə ərəblərə qarşı birgə ittifaq bağladılar, birgə hərəkət etmək haqqında müqavilə imzaladılar, amma çox keçmədən ərəblər Sasanilərin, Albaniyanın Bizansa gedən yollarını bağladılar. Yollar tutuldu. Bu da azmış kimi 662-ci ildə bir də Xəzərlər Albaniyaya hücum elədilər. Kür döyüşündə Albanlar Xəzərləri məğlub eləsilər də, Xəzərlər növbəti dəfə 664-də hücum eləyib, Araz çayı sahilində baş verən döyüşdə qalib gəldilər. Cavanşir məğlub oldu. Və Cavanşir Xəzər xaqanlığından vassalaslığını qəbul etməli oldu. Çox keçmədən xaqanın qızı ilə evlənərək diplomatik münasibətləri möhkəmləndirdi. Deməli, rəqiblərdən ikisi düşdü. 661-ci ildə isə hakimiyyət dəyişikliyi olduğu üçün Cavanşirin getdiyini görürük. Hara gedir bu Cavanşir? Cavanşir gedir Dəməşqə. 667-670-ci illərdə 2 dəfə xəlifə Muaviyə ilə görüşür və danışıqlar uğurla keçir. Danışıqların nəticəsi olaraq Albaniya xilafətə rəsmən tabe olan dövlət elan edildi, Albaniyanın daxili müstəqilliyinə toxunulmadı, əhalidən alınan vergilər 1/3 qədər azaldıldı. Deməli, məsələ nə idi? Sasani problem idi, ərəblər Sasanilərə son qoydu. Xəzərlər problem idi, Xəzər xaqanının qızı ilə evləndi, məsələləri qaydasına qoydu. Bizans problem idi, Bizansla problem, yəni deməzdim buna, müttəfiq idilər hardasa. İttifaq bağlamış ərəblərə qarşı. Ərəb təhlükə idi. Hakimiyyət dəyişikliyi olandan sonra 661-ci ildə İmam Əlinin şəhid olmasından sonra hakimiyyətə Əməvilər gəlir, Muaviyə hakimiyyət ələ keçirir. Və Cavanşir bundan istifadə edib ərəblərlə danışıqlara gedir və bu da öz nəticəsini verir. Amma Bizans dediyim kimi qalmışdı burada. Bizans pərəst feodallar bundan qəzəblənərək Cavanşirə sui-qəsd təşkil edirlər və 682-ci ildə Cavanşir öldürülür. Onun yerinə Varaz Tirdad keçir, Cavanşirin qardaşı 681-ci ildə 705-ə qədər hakimiyyətdə olur. 705-ci ildə isə ərəblər Albaniyanın dövlətçiliyinin özləri üçün mənasız olduğunu düşünüb ona son qoyurlar. Beləliklə, eradan əvvəl 4-cü əsrdə yaranan Albaniya dövləti eramızın
705-ci ildə ərəblər tərəfindən süquta uğradılar. Dəyərli abituriyentlər. İndi Azərbaycan uğrunda Ərəb-Xəzər müharibələri var. Düşünək ki, bir ödül var ortada, bir mükafat var Azərbaycan və Azərbaycan uğrunda ərəblərlə Xəzərlər mübarizə aparırlar. Kim qalib gələcək bu mübarizədə? Müharibənin başlama tarixi 7-ci əsrdir. 7-ci əsrdən artıq müharibə başlayır. Ərəblərin Azərbaycandan keçərək Dərbənddən şimala hücumu var. 643-cü ildə 1-ci Bələncər döyüşü baş verir. 1-ci Bələncər döyüşündə kim qalib gəlir? Xəzərlər qalib gəlir. 653-cü ildə 2-ci Bələncər döyüşü var. Yenə Xəzərlər qalib gəlir. 731-ci ildə Savalan döyüşü var. Savalan döyüşündə yenə Xəzərlər qalib gəlir. 731-ci ildə Hilat döyüşü var. Hilat döyüşündə artıq ərəblər qalib gəlirlər və Xəzərləri Azərbaycan ərazisindən çıxarırlar. Müharibənin başa çatmasını abituriyentlərin çoxu çaşıb elə 731 ilə götürürlər. Amma müharibənin başa çatması 8-ci əsrin sonlarıdır. Buna diqqət etməliyik. İndi Ərəb ağalığı dövründə idarəçiliyə keçək. İdarəçilik necə idi? Xəlifə Ərəb dövlətinin başçısı idi. Davamçı deməkdir xəlifə sözünün mənası. Kimin davamçısı? Peyğəmbərin davamçısı. Əmir vali idi. Xəlifənin müxtəlif bölgələri idarə etməsi üçün təyin etdiyi canişin idi. Məhkəmələrə başçılıq edən şəxs, yəni hakim, qazı idi. Vergi toplayan şəxs isə amil idi. Ərəblər Azərbaycana çoxlu ərəb ailələri köçürmüşlər. Məsələn, Bərdəyə, Beyləqana, Dəbilə, Dərbəndə, Tiflisə, Təbrizə, Ərdəbilə özlərinə dayaq yaratmaq üçün bunu vaxtıyla Sasanilər diləmişdilər. Ərəb ağalığı dövründə torpaq mülkiyyəti formaları hansıları idi? Məsələn, divan torpaqları, dövlət torpaqları idi. Buradan əldə olunan gəlir dövlət xəzinəsinə daxil olurdu. İqta dövlətə xidmət müqabilində hərbi xidmətə görə verilirdi. Necə Sasanilərdə xostaq verilirdi dövlətə xidmət etdiyin üçün şərti torpaq idi. İqta da ərəblər dövründə verilirdi. Bunun iki forması var idi. Bağışlanan və şərti verilən. Bəzən bu bağışlana da bilirdi. Vəqf torpaqları nə idi? Bu torpaqlardan əldə olunan gəlir əsasən ehtiyaclı şəxslərə xərclənirdi. Məscidə, müqəddəs yerlərə, ruhanilərə, xeyriyyə cəmiyyətləri, pirlərə məxsus torpaqlar idi, icarəyə verilirdi. Kəndli vergini bura ödəyirdi, yəni müqəddəs yerə, ruhaniyə, xeyriyyə cəmiyyətlərinə. Onlar da ehtiyaclı şəxslərə xərcləyirdi. Mülk şəxsi mülkiyyətdə olan torpaqlardır. Yerli feodalların irsi şəxsi torpaqları idi. Yəni pul verib alıb da adam. Heç kim heç nə deyə bilməz. İcma kəndlilərə məxsus ümumi istifadədə olan torpaqlar idi. İndi vergi sistemindən danışaq. Bəs vergilər hansılar idi? Xərac torpaq vergisi idi. Əsas olunub məhsul alınırdı. Yəni vergini uşaqlar pulla vermirdilər, məhsulla verirdilər. Bunu bir dəfəlik yadda saxlayaq. Məsələn, sən divan torpağında işləyirsən, vergi verirsən, hə? Hansı vergini verirsən? Xərac. İqtada işləyirsən, vergi verirsən, hə? Hansı vergini verirsən? Xərac. Vəqfdə, mülkdə, icmada bu torpaqlarda işləyib əgər sən vergi verirsənsə, verginin adı xəracdır və məhsulla verirsən. Cizyə can vergisi idi. Yəni müsəlman olmayan kişilərdən orduda xidmət etməmək müqabilində daha doğrusu alınan vergi idi. Yəni sən müsəlman deyilsən, İslam ordusunda xidmət eləyə bilmərsən, icazə yox idi. Nə bilək, bəlkə sən satacaqsan müsəlmanları. Müsəlman deyilsən axı. Amma İslam dövləti sənin təhlükəsizliyini, sənin ailənin təhlükəsizliyini qoruyur. Bəs bunun müqabilində sən dövlətə vergi verməlisən. Yəni canının əmniyyətini, təhlükəsizliyini biz təmin etdiyimiz üçün bizə can vergisi verəcəksən. Xüms nə idi? Xüms daşına bilən əmlakdan. Bir var daşınmaz əmlak, məsələn ev, torpaq, daşıya bilmirsən də bunları. Bir var daşına bilən əmlak, qır, qızıl, qənimət növləri. Bunlardan alınan vergi idi. Zəkat, maldarlıqdan, ticarət və sənətkarlardan alınır. Şikəst, əlacsız və bu kimi başqa şəxslərin ehtiyaclı müsəlmanlarına sərf olunurdu. Fitrə isə Ramazan ayında varlı şəhərlərin hər bir yaşlı üzvündən alınan vergi idi.
Belə, dəyərli yoldaşlar, ümid edirik ki, bu mövzuda sizə aydın oldu və saytimizə gedək, dərsi öyrənək. İnşallah ki, hər şey daha da yaxşı olacaq. Hələlik.